İran, İsrailin nüvə obyektlərinin yerlərinə dair gizli kəşfiyyat məlumatları və sənədlər əldə edib. Elə ekranda da hazırda fotosunu görürsünüz. Rəsmi Tehran bildirir ki, İrana qarşı hücum olacağı təqdirdə bu nüvə obyektləri qanuni hədəf olacaq. Tehran, Vaşinqton nüvə danışıqları ərəfəsində verilən bu mesaj isə gərginliyi yenidən artırıb. Birləşmiş Ştatlar Prezidenti Donald Trump və İsrail Baş naziri Benjamin Netanyahu arasında baş tutan telefon danışığında da bu məsələ ciddi şəkildə geniş müzakirə olunub. Bəs İsrailə məxsus məxfi sənədlər necə əldə olunub? Gizli nüvə obyektlərini vurmaq üçün İranın resursları varmı həqiqətən? Nə baş verir? Əməkdaşlarımız araşdırıb. İranın xüsusi xidmət orqanları İsrailin nüvə obyektləri və layihələri ilə bağlı 1000-ə yaxın gizli və strateji sənədi əldə edib. İranın dövlət televiziyası İRIB-in verdiyi məlumata görə kəşfiyyat materialları Tel-Əvivdən çıxarılıb. İsrailin daxili təhlükəsizlik xidməti Shin Bet isə bu məsələ ilə bağlı İrana casusluq etdiklərinə görə 2 nəfəri həbs edib. Məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib ki, xüsusi xidmət orqanlarının məxfi sənədlər arxivindən əldə etdiyi məlumatlar İslam Respublikasına Yəhudi dövləti tərəfindən hücum edildiyi təqdirdə onun gizli nüvə infrastrukturuna cavab zərbələri indirməyə imkan verir. Molla rejiminin indiki məqamda belə bir təhdid mesajı verməsi ilk olaraq Birləşmiş Ştatlar İran danışıqları fonunda təzyiq metodudur. Belə ki, İsrailin yaxın şərqdəki əməliyyatları və Rusiyanın Şərqi Avropada müharibəyə başının qarışmasından istifadə edən Vaşinqton və Tel-Əviv Tehrana qarşı kəskin təzyiqlər göstərirdi. Amma artıq İran da danışıqlar masasına əli dolu əyləşə bilər. Hətta Trumpın Vaşinqtonun Tehranın nüvə sazişi ilə bağlı təkliflərə verdiyi cavablardan razı olmadığını qeyd etməsi, paralel olaraqsa İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqainin Birləşmiş Ştatlardan nüvə problemi ilə bağlı təkliflərimizə ciddi yanaşılmasını gözləyirik deməsi də bunu açıq şəkildə göstərir. Burada psixoloji təsirdən də söhbət gedir. Yəni psixoloji müharibə. İran bu bəyanatla İsrail və onun müttəfiqlərinə həm də xəbərdarlıq göndərir. Ondan başqa əngəlləyici təsirlər də ola bilər. Məqsəd potensial hücumların qabağının alması və onların cavab gücünün olduğunu göstərmək də ola bilər. Ondan başqa nüfuzun bərpasından burada söhbət gedir. Qəzza əməliyyatları fonunda ərəb və müsəlman dünyasında bir liderlik iddiasını da gücləndirməkdən söhbət gedir. Üstəlik İran İsrailin nüvə bazaları ilə bağlı məlumatları əldə etməklə Tel-Əvivə də bir növ gözdağı verir. Müharibə qaçılmaz olarsa Tehran cavab vermək qabiliyyətinə sahib olduğunu göstərir. Təbii ki, bu məsələ Netanyahu rəhbərliyini narahat edir. Tehranın kəşfiyyat məlumatları əldə etdiyini bildirməsindən qısa müddət sonra Birləşmiş Ştatlar Prezidenti Donald Trump və İsrailin Baş naziri Benjamin Netanyahu arasında telefon danışığı baş tutub. Onlar İranın nüvə proqramı və mövcud vəziyyəti müzakirə ediblər. Söhbət ondan gedir ki, uzun illərdir İsrail çalışır ki, İranın nüvə obyektlərini vursun, ümumiyyətlə İranın nüvə proqramlarını dondursun, dayandırsın. İndi bəlli olur ki, əslində İsrailin də belə nüvə proqramları var. İran sanki əlini bir qədər gücləndirib. Bu məlumatların, kəşfiyyat məlumatlarının İranın əlinə düşməsi İran üçün hansı üstünlük, hansı avantajlar verir? Əlbəttə, bu müəyyən qədər İsrail hücumlarından sorti edir. Yəni artıq İran tərəfi də bildirir ki, əgər İsrail bizə hücum edirsə, biz də hücum edərik. Yəni İran nüvə obyektləri zərbə indirilərsə, İran da İsrailin nüvə obyektlərinə zərbə indirə bilər. Digər tərəfdən diqqətdə saxlanmalı bir məqam da var ki, hər nə qədər İran İsrailin nüvə obyektləri ilə bağlı böyük məlumatlar əldə etsə də, Tehran məsələnin danışıqlar yolu ilə həll olunmasında maraqlı ola bilər. Çünki İranın ballistik raketləri və Tel-Əvivə qarşı potensial hücum etmə imkanları hazırda məhduddur. Üstəlik İsrailin mövcud hava hücumundan müdafiə sistemləri, eləcə də müharibə ssenarisində Vaşinqtonun Tel-Əvivə hərbi dəstəyi Tehran üçün savaşı çətin eləyə bilər. Odur ki, İran əldə etdiyi məlumatlardan sadəcə danışıqlar masasında uğur əldə etmək üçün istifadə etməyə çalışacaq. Tehranın Tel-Əvivə məxsus nüvə obyektlərinə zərbə endirmə imkanı texniki olaraq mövcud olsa da, bu son dərəcə riskli və həyati təhlükə kəsb edən bir addım olardı. İranın Ali Milli Təhlükəsizlik Şurasının bu barədə bəyanatı daha çox
çəkindirici xarakter daşıdığını düşünürəm. İsrailin inkişaf etmiş hava hücumundan müdafiəsi sistemləri və nüvə obyektlərinin yüksək səviyyədə qorunması belə bir zərbənin uğur şansını olduqca aşağı olduğunu göstərir. Görünən odur ki, yaxın və orta şərqdə geosiyasi vəziyyət stabilləşmək əvəzinə hər dəfə bir qədər də qəlizləşir. İndi proksiləri sıradan çıxarılan İran açıq hədəfə çevrilib. Bölgənin taleyini isə danışıqlar və təhdidlərdən daha çox Şərqi Avropadakı müharibə müəyyənləşdirəcək.